Salam uşaqlar, səviyyə 107-ni izah edirəm, diqqətli olun. 28-ci tapşırıq. Qalıqlı bölmə əməlində bölünən ilə bölənin fərqi 84-dür. Biz qalıqlı bölmə əməlini yazırıq. Qaydasını yazıram. Baxın uşaqlar, burada bölünəni, bölünən üstünə yazıram. Bölən, bunun adı bölən. Natamam qismət, bu da qalıq. Bölünən, bölən, natamam qismət, bu da qalıq. Bölünəni tapmaq üçün bunu başdakı ədədi tapmaq üçün B-ni C-yə vururam. Üstünə qalığı gəlirəm. Bizə bu A verir. İndi natamam qismət 7-dir. Yəni bu 7-dir. Qalıq 6-dır. Bununla bunun fərqi isə 84-dür. A çıxılsın B nəyə bərabərdir? 84-ə. Buradan A nəyə bərabərdir uşaqlar? A bərabərdir 84 mənfi B. Bura gələn nə olur? Toplama B. Gətirib yerinə qoyacağım uşaqlar. Baxın, C-miz neçədir? 7-dir. B-miz neçədir? B-miz bilinmir. Qalığımız 6-dır. Baxın, üstünə qoymuşam. A-nın qiymətini gətirib burada qoyacağım. A-nın qiyməti nəyə bərabərdir? 84 topla B. Gəlin yazalım. 7 vurulsun B. Bəlli deyil. Üstünə 6 gəlir. Bərabərdir 84 topla B. Hesablayırıq. Bu B-yə bura gəlir uşaqlar. 7B öz. Baxın, bərabərlikdir. Özünüz bərabərsiz. Və solunda hansı ədəd durur? 7B. Bu müsbət B. Qonşu gəlir sola, sağdan sola gəlir. Buna görə çıxma. İndi 84-ün yanına da bu 6 gəlir. Nə olur? 84 çıxılsın 6. Bura nə etdi? 6B bərabərdir. 84-dən 6 çıxanda 78. Eləmi uşaqlar? B bərabərdir. Bir dəfə 18, 3, 13. B-miz nə oldu uşaqlar? Gətirib baxın burada yerinə qoyuram. B nəyə bərabər oldu? 13-ə. 84 topla 13 nə verir? 7, bu da 97. Cavabımız A-mız 97, yəni bölünən. Bax, A nə idi? Bölünən. B-miz nədir? 13 isə bölən. Bölünən 97, bölən 13. Keçirik 29-cu tapşırığa. Baxırıq, bir məntəqədən eyni zamanda istiqamətdə 2 avtobus yola düşdü. Avtobuslardan birinin sürəti o birinin sürətindən 12 km/saat çoxdur. Avtobusun sürətlərini dəyişmədən hərəkət etməklə 3 saat sonra onlar arasındakı məsafə 534-dür uşaqlar. Demək, sürətlərindən biri o birindən 12 km/saat çoxdur. Baxırıq. Neyinirik? 534-ü uşaqlar. Neyinirik? 534-ü neyinirik? Biri o birindən 12 km çoxdur. Gəlin, bax, 2 dənə sürət var. Birinci və ikinci. Biri x olanla digəri bundan 12 km/saat çoxdur. Və bunların sürətlərini neyinirik? Toplayırıq. Vururuq sağda. Bizə nə verir? Kilometr verir uşaqlar. Yol verir yəni. Bunu toplayırıq. 2x üstəgəl 12 vurulsun 3 bərabərdir 534. 2x topla 12 bərabərdir. Vurma
3. Sağa gələndə nə olur? Bölmə. 2x toplu 12. 534'ü kənarda bölürəm 3'ü. 1 dəfə 23, 7 dəfə 24, 8 dəfə. Nə alanda? 178. 2x bərabərdir 6, 6. Aha. X də bərabərdir. Vurma 2'dir. Sağa gələndə nə olur? Bölmə. 83. Nə olundu? 83. Demək bu 83'dür. Tək x olan 83'dür. Burada isə nə olur? 83'ün üstünə 83 idi axı. 12 gələndə nə idi? 95. Demək bir sürətimiz 83, digər sürətimiz 95. Keçirik növbəti 30-cu tapşırığa. Onu 83 və 95 tapdım. Keçirik 30-cu tapşırığa. Səksən üç, 95. Burada nə tapmışıq uşaqlar? Yadınızdadırsa baxın. 30-cu tapşırıq. On üç ilə 97 idi desəm, 97 ilə 13. İndi keçək. Aralarındakı məsafə 30-cu tapşırığa baxırıq. 30-cu. Məsafə 525'dir. Avtomobillər sürətlərini dəyişmədən hərəkət edilən 2,5 sonra onlar bir-birinə rast gəldilər. Yəni saatımız nədir? 2,5'dir. Avtomobillərdən birinin sürətlərimizi yazaq. Birinin sürəti 98. Bunun kim bilmirik. Və biz neyinirik uşaqlar? 98 üstə gəl x vururuq saatımız 2,5 bərabər nəyə? 525'ə. 98 topla x. Bu sağa gələndə nə olur? 525'i bölürəm 2,5'ə. 525 bölünsün 2,5. Cavabımız 98 üstə gəl x bərabərdir 210'a. X da bərabərdir 10'dan 8 çıxanda 2, 10'dan 9, 1, burada 1. Cavabımız nə oldu? İkinci avtomobilin sürəti nə oldu? 112. Cavabımız 112. Keçirəm 31-ci tapşırığa. Birinci tapşırıq. Katerlərin sürəti çayın axma sürətindən 8,5 dəfə çoxdur. Kater çayın axını ilə 3 saatda bu qədər yol gedib. Gəlin biz bunun sürətini tapaq. 3 saata bu qədər yol gedib. Demək, sürət tapılanda uşaqlar, bilin ki, sürət kiçik ədəd. Demək, bölməliyik. 68,4'ü böləcəm 3'ə. 22,8 elədi. Uşaqlar, biri 11-dən 8,5 dəfə çoxdur. Sürət. Birinci sürət, ikinci sürət. Biri x olanda digər nə olur? 8,5x. Və bunların toplam bir yerdə nəyə bərabərdir? Bu sürətə.
22,8'e. 1x-la 8,5'i toplayanda 9,5x olur. Yəni, bərabərdir 22,8'e. 22,8'i vurmadı. Sağ gələndə nə olur? Bölürük. 22,8'i bölürəm 9,5'e. Cavabımız x-in qiyməti nədir? 2,4. Demək, birinci sürətimiz tək x olan 2,4. Burada x-i yerinə vuranda, yəni 8,5 vurulsun 2,4. Vururum. 8,5'e. 2,4 vurulsun 8,5. 20,4. Cavabımız nə oldu? 20,4. Demək, sürətlərin biri 2,4 və biri 20,4. Keçirəm 32-ci tapşırığa. Deyir ki, 1 kiloqram əriyin qiyməti 4,2-dir. 1 kiloqram şəftalının qiyməti budur. Alıcı müəyyən miqdarda ərik və bundan 3 dəfə çox şəftəli alıb cəmi 34,2 manat pul ödədi. Alıcı hər meyvədən neçə kiloqram aldı? Baxın, gəlin təqribi bir şey yazağın. Bundan bu x olanlar, bunu x-ə vuraq, bunu da 3x olar. Əgər biz bunun qiymətini tapmaq istəyiriksə, 1 kiloqramının qiyməti budur. X-i vuraram 4,2, yəni 4,2x. Üstünə deyir ki, şəftəliyin qiyməti 3 dəfə çox şəftəli alıb. Bunu da 3x götürmüşüm. 3x-i də vururam 2,4-ə. Bərabərdir. Ümumi pulumuz nə qədərdir? 34,2. 4,2x üstünə gəlirəm. 7,2x bərabər 34,2-yə. 4,2 ilə 7,2-ni toplasam 11,4x bərabərdir 34,2-yə. Cavabımız nə alındı? 3 alındı uşaqlar. İndi, baxın, bu bundan 3 dəfə çoxdur. Demək, əriyin 1 kilosu neçə kilo alıb ərikdən? Ərik, demək, 3 kiloqram alıb. Bundan 3 dəfə də çox nə alıb? Şəftalı. Bir bundan 3 dəfə çox. 3 dəfə çox olanda 3-dən bundan, baxın bu 3-dən 3 dəfə çox. Neçə kilo oldu? 9 kilo. 3 və 9 kiloqramlar. Keçirəm 33-cü tapşırığa. Mən nə edim, bu getməzsin. 34-cü tapşırıqda nə deyir? 34, 33-ü yazdı, 32-ni yazdı, indi 33. 33-ə baxırıq. Kater öz sürəti çayın axma sürətindən 9 dəfə çoxdur. Kater çayın axını ilə bu qədər yol gedibsə, katerin öz sürəti və çayın axma sürətini hesablayın. Uşaqlar, nə edirik? Yazıram. Biz əvvəlcə buradan sürət tapırıq. 135-i bölürəm 4,5-ə.
Böləndə, baxın, 135-i bölürəm 4,5-ə. Cavabımız 30. Demək, sürət nə qədərdir? 30-dur. Baxın, biri x olanda, biri o birindən 9 dəfə böyük. Digəri də 9x. 30-a 10x, 1x daxil. 3. Demək, sürətlərdən biri hansı oldu? Çünki 2 dənə sürət var. Biri o birindən 9 dəfə böyük. Biri x olanda, digəri 9x. Ona görə uşaqlar belə yazdım. 1x, biri də 9x. X-imiz, tək x-imiz 3. Bu da ondan 3 dəfə böyük. Nə oldu? 27 oldu. Keçək 34-cü tapşırığa. Tapşırıq. Biri o birindən 32 vahid böyük olan 5 ədəd verilmişdir. Kiçik ədəd 45 olarsa, bu ədədlərin cəmi neçə olur? Uşaqlar, 5 dənə ədəd verib. Birinci, ikinci, üçüncü, dördüncü və beşinci. Biri kiçik ədədimiz 45-dir. Deyir, biri o birindən 32 vahid böyük. Yəni, bunun üstünə 45-in üstünə 32 gələcəm, ikinciyə yazacağım. 77. Oldu 77. Yenə də 32 vahid böyükdür, deyir. 109. Burada nə yazacağım? 109. Yenə 32 vahid böyükdür. 141. Yenə 32 vahid böyükdür. 173. Deyir ki, bu ədədlərin cəmini tapın. Tapın. Bununla bunun cəmi nə eləyir? 250. Bununla bunun cəmi 10. Bu da 250. 500. Bu da 45. Baxın. Bunları topladım. Bununla bunu topladım. Bir de 250. Bununla da bunu topladım. Bu 250. Bu bir dənə qaldı. Tək. 250 üzərinə 250 üzərinə 45. Neydi? 545. Cavabımız nə olur? 545. Uşaqlar, burada nə tapmışdım? 3 ilə 27. Keçirik 35-ci tapşırığa. 3 ədəd verilmişdir. İkinci ədəd birincinin yarısı, üçüncü ədəd, bax, üçünə ədəd verilib. Həmişə uşaqlar belə yazın. Bax, rum rəqəmindən qoyun hansı ədədlərdir. İkinci ədəd birinci ədədinin birincinin yarısı, ikinci ədəd birincinin yarısı, yəni x bölü 2 olur. Üçüncü ədəd isə ikincinin 1/3 qədər. Baxın uşaqlar, belə eləyəyin. Bura əgər bölmə 2-dirsə, demək bura vurma 2-dir. Mən buradan bölməni siləcəm. Bu tərəfə x. Bildiniz, bura kiçikdirsə, bura nədir? Böyükdür. Ona görə ora x yazdım, 2x yazdım. Bura bölməni yazmadım, bura vurmanı yazdım. Ona görə. Üçüncü ədəd isə ikincinin 1/3 qədərdir. İkincinin 1/3 qədərdir. Baxın, üçüncü ədəd ikincinin, bax bu ikincinin 1/3 qədər. Onda bura 3x olur. Bura tək x olur. Oldu mu uşaqlar? Əgər buranı 3x götürdümsə, bura nə olur? 2 dəfə çox olanda 6x olur. Всё. İndi bunların 3 ədəd 8 olarsa, üçüncü ədəd 8 olarsa, baxın, bu üçüncü ədəd 8, bura olur 24, 8 48. Bu ədədlərin cəmi neçə olur?
Baxın, bunu topladım. 72 elədi. 72-nin üstünə də 8 gələndə nə idi? 80. 48 üstünə gəlirəm. 24 üzərinə 8. Nə etdi? 80. 36-cı tapşırığa baxıram. Sadəli uşaqlar. Çalışın bölməni yazmayın, vurmanı yazın. Dala qayıdın. Vurma bölmə olur. Keçirəm 36-cı tapşırığa. Köynək şalvardan 18 manat ucuzdur. Ayaqqabı şalvardan 2 dəfə ucuzdur. Əlcək ayaqqabıdan 32 manat ucuzdur. Gəlin baş hərflərini qoyaq. Köynək, şalvar, bir də ayaqqabı var. Bir də əlcək də var uşaqlar. Ayaqqabı, əlcək. Köynək şalvardan 18 manat ucuzdur. Köynək şalvardan 18 manat ucuzdur. Şalvardan. An şəklisi var. An, ən. Həmişə o x olur. Şalvardan. Onu x götürün uşaqlar. Bundan 18 manat ucuzdur. Köynək. Ayaqqabı şalvardan 2 dəfə ucuz. Ayaqqabı şalvardan 2 dəfə ucuzdur. Dəfə deyəndə bölürük 2-yə. İndi uşaqlar, bura gələndə nə olur? Vurma 2. Mən dedim ki, bölməni yazmayın. Çünki bunu tənliyə gətirmək çətin olur. İndi bunun deyir ki, baxın, bundan 18 vahid azdır. Onda oldu belə. 2x daxı bu. Ondan 18 manat azdır. Əlcək isə ayaqqabıdan 32 manat azdır, ucuzdur. Əlcək ayaqqabıdan, baxın, bundan 32 manat ucuzdur. Ayaqqabıdan, dan həmişə x olur, x-dan da 32 manat ucuzdur. Bundan 32 manat ucuzdur. Əlcəyin qiyməti 8 manatdırsa, əlcək qiyməti 8 manatdırsa, onda x-imiz nə olur? Baxın, bunun qiyməti 8. Demək, x-imiz 40 imiş ki, 8 alınıb. Demək, yerinə qoyuraq. X-larımız 40-dır. 80 manat olur. 80-dən də 18 manat. Baxın, 2x-imiz nədir? 80-dir. 80-dən də 18-ə çıxıram. 2, 62 manat. Demək, köynəyimizdə nə oldu? 62 manat. İndi 36-da nə deyir? Köynək neçə manatdır uşaqlar? Köynək 62 manatdır. Baxın, qoymuşam başına. 62 manat. Burada cəmi 80 eləmişdi. İndi keçirəm 37-yə. Maraqlı məsələlərdir. Uşaqlar diqqətli olun və başa düşün. 37. 3 yeşikdə almalı var. İkinci yeşikdə birincidən 3 dənə yeşiyimiz var. İkinci yeşikdə birincidən 2 dəfə çox. İkinci yeşikdə birincidəkində bax, ən var. Həmişə birincini ən şəklisi olan hansındadır? Birinci. Onu x götürürük. Dan dənşək x-ini x qoyuruq. 2 dəfə çox. 2x. İkinci birincidəkindən 2 dəfə çox. Ona görə çox deyəndə vururuq. Üçüncüdə isə birincidəkindən 4 kiloqram çox. Birincidəkindən 4 kiloqram çox. Yəni x topla 4. Bir yerdə. Birinci yeşikdə 19-dur. Albalı olarsa 3 yeşikdə neçə kiloqram albalı var? Baxın, vurmadı. X-imiz nədir? 19-dur. Yerinə qoyanda 2 vur 19. Nə etdi? 38. X-imiz 19-da axı uşaqlar. Nə etdi? 23. Hansını soruşur sizdən? 3 yeşikdə neçə kiloqram? Baxın, bu yeşikləri toplayırıq. 19,
üzərinə 38 üzərinə 23. Bunu topladım. 11, 61. Üstünə də bunu gələndə nə edir? 7, 80. Cavabımız nə oldu? 80. Cavabımız 80.